Salam əziz müdavimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz ahəng qanunu, heca və vurğu olacaq. İlk öncə ahəng qanununu nəzər salaq. Nədir ahəng qanunu? İlk öncə ahəng qanunu haqqında bunu deyim ki, ahəng qanunu türk dilləri ailəsi üçün bir dəmir qanun hesab olunur. Niyə görə dəmir qanunu hesab olunur? Çünki milli sözlərimizin əksəriyyəti ahəng qanununa tabedir. Ahəng qanunu nədir? Sözdə qalın və ya incə sahitlərin bir-birini izləməsinə biz ahəng qanunu deyəcəyik. Yəni sözümüz qalın sahitlə başlayırsa, qalın sahitlə davam etməlidir. İncə sahitlə başlayırsa, incə sahitlə davam etməlidir. Məsələn, yazsaq Azərbaycan. Bu sözü nəzər salsaq görürük ki, deməli sözümüz qalın sahitlə başlayır, ancaq qalın sahitlə davam etmədiyi üçün, yəni bura ikinci sahit incə olursa, yəni bu söz ahəng qanununa tabe olmuş olmayacaq. Amma məsələn yazsaq alma, bu sözümüz ahəng qanununa tabedir, çünki qalın sahitlə başlayıb, belə qalın sahitlə də davam etmiş olacaq. Ahəng qanununun hər hansısa bir sözdə olması üçün o söz ən azı 2 hecalı olmalıdır. 2 hecalı olmalıdır. Məsələn, mən buraya yazsam dost sözü, bu söz haqqında deyə bilmərik ki, bu ahəng qanununa tabedir yoxsa yox, çünki burada bir sahit var. Burada ahəng qanunu haqqında bizim fikir bildirməyimiz tam doğru olmaz. Ən azı 2 və daha çox sahit olmalıdır ki, o söz haqqında biz ahəng qanununa tabedir və yaxud da tabe deyil sözün deyək. Məsələn, yazsam incə sözü, görürsünüz, incə sözü ahəng qanununa tabedir, çünki incə sahitlə başlayıb və incə sahitlə davam eləyib. Amma ahəng sözünün özünə nəzər salsaq, baxın. Görsək ki, ahəng qanununun ahəng sözü özü ahəng qanununa tabe olmur, çünki ilk sahitimiz qalın olur, ancaq sonraki sahit incə olur. Bu bilirsiniz nəyi xatırladır? Həkim özü pasiyentlərinə məsləhət görür ki, filan pis vərdişdən uzaq durun. Məsələn, spirtli içki içməyin, siqaret çəkməyin, amma özü hər ikisini eləyir. Elə bu da eyni şeyə gəlib. Sonra ahəng qanunu bizə deyir ki, bizə tələbi var ki, sözlər ahəng qanununa tabe olmalıdır, amma özü ahəng qanununa tabe olmur. Bu belə. Baxın, ahəng qanununun bayaq dedim ki, daha çox milli sözlərimiz ahəng qanununa tabe olur. Amma bu demək deyil ki, ahəng qanununa tabe olan sözlərin hər biri milli sözdür. Bu sözü biz dəqiq deyə bilmərik. Və yaxud da ki, ahəng qanunu pozulan bütün sözlər alınma sözdür. Bunu da biz deyə bilmərik. Niyə deyə bilmərik? Məsələn, elə milli söz var ki, bu ahəng qanununa tabe olmur. Amma elə alınma söz də var ki, həmin söz ahəng qanununa tabe olmuş olacaq. Ahəng qanununa tabe olmayan milli sözlərimiz var. Bunlara nəzər salmaq lazımdır. Məsələn, ilan, işıq, islaq, quzey, gedişat və sair kimi sözlərimiz var ki, bunlar ahəng qanununa tabe olmasa da, amma milli sözlər hesab olunmuş olacaq. Ahəng qanununun ən çox gözlənildiyi yer kök və şəkilçi arasıdır. Hətta biz deyirik ki, ahəng qanununun tələbinə uyğun olaraq şəkilçilər 2 və 4 cür yazılır. Bu 2 və 4 cür yazılmaq ahəng qanununun tələbinə uyğundur. 2 cür yazılan şəkilçələrin tərkibində A və Ə sahiti, 4 cür yazılan bir dəqiqə. 4 cür yazılan şəkilçələrin tərkibində isə I, İ, U və Ü sahitləri iştirak eləmiş olacaq. Niyə ahəng qanunun tələbinə uyğundur? Niyə ahəng qanunu kök və şəkilçi arasında ən çox gözlənilir? Gəlin onu indi nümunələrlə göstərək. Məsələn, buraya yazıram lalə sözü. Baxın, ahəng qanununa uyğun olaraq biz əgər sözə şəkilçi artırırıqsa, şəkilçi sözün son hecasının ahənginə uyğun olaraq artırılmalıdır. Baxırıq ki, son hecası incə sahitdir. İndi gəlin baxaq, biz son hecası incə sahitdir deyə bura lar yoxsa lər şəkilçisi artırmalıyıq. Baxırıq, son hecası incədir, deməli biz bura lər şəkilçisi artırmalıyıq. Olacaq lalə, lər. Gördünüz, şəkilçi sözün son hecasının ahənginə uyğun oldu. Və yaxud da yazsaq kitab sözü. Baxın, bura lar yoxsa lər artırmaq barədə düşünsək, son hecasına baxırıq, qalın sahitdir. Deməli, həmin ahəngə uyğun olaraq biz bura kitablar
şəkilçisi əlavə etmiş oluruq. Bu eyni zamanda bu 4 variantlı şəkilçilərə də aiddir. Bəs hansı şəkilçilər ahəng qanuna tabe olmayacaq? Bu bir variantlı şəkilçilərdir. Bir variantlı şəkilçilərin başqa işlənəcək variantı yoxdur. Məsələn, 2 variantlıda lar, lər ola bilər. 4 variantlıda i ola bilər. Amma məsələn, tutaq ki, keş şəkilçisini yazsaq və yaxud da kar şəkilçisini yazsaq, daha bunların bir dənə işləmə variantı var. Məsələn, yazaq sənət sözü, sənət. Aha, baxın, bura mən kar şəkilçisi artıracam. Kar. Aha, görürsünüz, son hecası incə saitli olsa da, biz bura məcbur olaraq qalın saitli şəkilçi artırdıq və kök və şəkilçi arasında ahəng qanunu pozuldu. Niyə pozuldu? Çünki bir variantlı şəkilçidə axı bunun başqa bir işləmə variantı yoxdur. Yəni bunun ə-lə olan variantı yoxdur. Ona görə deyirik ki, bir variantlı şəkilçilər ahəng qanununa tabe olmayacaq. Ahəng qanunun tələbin pozmuş olacaq. Baxın, ahəng qanununa biz morfonoloji hadisə deyəcəyik. Yazaq bura. Ahəng qanununa biz morfonoloji hadisə deyəcəyik. Niyə morfonoloji hadisə deyəcəyik? Birinci, bu morfonoloji sözünə baxsaq, baxın, bu sözdə həm morfologiya, həm də fonetika sözünün birləşməsi var. Ahəng qanununa da morfonoloji hadisə deyirik. Niyə gəlin açıqlamasını verim sizə? Bayaq dedim sizə, ahəng qanunu ən çox kök və şəkilçi arasında gözləniləcək və bu mövzu olaraq gedəcək morfologiya mövzusuna. İkinci olaraq ahəng qanunun göstərici saitlər olur. Biz bu saitləri fonetikada keçirik. Ona görə bu fonoloji fonetikaya istinad edəcək və saitlər, samitlər fonetikada öyrənildiyi üçün biz deyirik ki, bu morfonoloji hadisədir. Çünki həm morfologiya, həm də fonetikanın predmenti burada iştirak etmiş olacaq. Ahəng qanunu haqqında hələ ki bu qədər. Keçək heca haqqında danışaq. Aha, baxın. Heca nədir? Tələffüz zamanı sözün asanlıqla bölünə bilən səsinə biz heca deyəcəyik. Baxın, heca bərabərdir. Heca bərabərdir. Sait. Yəni, biz sözdə hecaları müəyyənləşdirmək üçün sözün saitlərini saymaq bizə kifayət edir. Məsələn, yazsaq bura kitab sözü. 2 dənə sait olduğu üçün biz deyəcəyik ki, burada 2 dənə heca var. Aha. Baxın, sözdə neçə sait varsa, o qədər də heca var. Və yaxud da sözdə neçə sait hərf varsa, o qədər də heca var. Bu fikirlər doğrudur. Amma bəzən belə bir fikir olur. Sözdə neçə sait səs varsa, o qədər də heca var. Bu yanlış fikirdir. Sait səslə heca sayı bərabər olmaya da bilər. Niyə? Məsələn, mən buraya yazsam, tutaq ki, saat sözün, biz burada neçə sait səs olduğu üçün bilirik ki, səsin müəyyənləşdirməsi üçün bu sözün tələffüz formasını yazmalıyıq. Yazacağıq saat. Gəlin baxaq, burada neçə dənə sait səs oldu? Bir dənə sait səs oldu. Yaxşı, neçə dənə heca var? Heca yazılışa əsasən müəyyənləşdirilir. Yazılışa baxsaq, 1, 2 dənə heca var. Heca. Amma neçə dənə sait səs var? Bir dənə də sait səs var. Gördük ki, heca sayı ilə sait səsin sayı üst-üstə düşmədi. Ona görə sözdə neçə sait səs varsa, o qədər də heca var fikri tam olaraq doğru olmayacaq. Səs sözünü çıxardaq, sözdə neçə dənə sait var, o qədər heca var, bu doğru olur. Və yaxud da sözdə neçə dənə sait hərf varsa, o qədər də heca var fikri doğru olmuş olacaq. Baxın, heca bir saitdən də ibarət ola bilər. Məsələn, yazsaq, ana. Görürsünüz ki, burada heca bir saitdən də ibarət oldu. Bundan başqa saitlə bitən hecaya biz deyəcəyik açıq heca, samitlə bitən hecaya deyəcəyik qapalı heca. Məsələn, yazdığımız kitab sözünü elə hecalara ayırsaq, kitab. Görürsünüz ki, buradakı heca saitlə bitir. Deməli, açıq heca olacaq, amma digər heca samitlə bitir. Ona görə qapalı heca olmuş olacaq. Baxın, hecalar defislə ayrılır. Yəni, bu işarənin adı defisdir. Tire deyil.
Buna xüsusi diqqət yetirmək lazımdır. Daha sonra dedik ki, heca sözün yazılışına əsasən müəyyənləşdirilir. Bir də bizim milli sözlərimizdə daha çox elə bil ki, hər hecada 1, 2, 3 samit səs ola bilər. Amma alınma sözlərdə bu samit səslərin sayı daha çox ola bilər. Hecada samit səs deyəndə, məsələn, görürsünüz, burada bir hecada 2 dənə samit səs var. Və onu nəzərinizə çatdırım ki, hecalar saitlərindən yaranır. Yəni, hecanı saitlə müəyyənləşdirir. Sadəcə samitlər hecanı formalaşdırır. Heca haqqında da bu qədər. Sözün sətirdən sətirə keçirilməsi haqqında danışaq. Baxın, sözlər sətirdən sətirə defis vasitəsilə keçiriləcək və bəzən sözü sətirdən sətirə keçirməklə hecalara bölmək anlayışı eyniləşdirilir. Amma sözü sətirdən sətirə keçirməklə hecalara bölmək anlayışı tam da eyni deyil. Belə deyək də, məsələn, bəzi qaydalar var. Tutaq ki, biz ana sözün bu formada hecalara bölmüşük, amma biz bu sözü bu formada sətirdən sətirə keçirə bilmərik. Çünki sətirdən sətirə keçirmə mövzusunda belə bir qayda var ki, baxın, bu tək qalan saiti biz köhnə sətrə saxlaya bilmərik. Tutaq ki, gəldik sətrin ən sonuna, bura yazdıq A, defis qoyub sətrin bu başlanğıcına na yaza bilmərik. Niyə yaza bilmərik? Çünki tək saiti burada saxlamaq olmaz. Və yaxud da ki, məsələn, belə bir şey eləyək. Məsələn, bədii sözün kök şəkilçisi ayıraq. Bədii. Tutaq ki, bu söz bu formada hecalara ayrıldı. Kök şəkilçisi yox, heca. Bu formada hecalara ayrıldı. İndi biz bədii sözün yazdıq, gəldik sətrin sonuna, defis qoyub tək bu i-ni yeni sətrə keçirə bilərikmi? Xeyr, keçirə bilmərik. Dedim axı, tək qalan saiti nə yeni sətrə keçirmək olmaz, nə də köhnə sətirdə saxlamaq olmaz. Görürsünüz, bu formada hecalara ayırmaq düzgündür. Bu formada hecalara ayırmaq düzgündür. Amma bu formada sətirdən sətrə keçirmək düzgün deyil. Bundan başqa nələri sətirdən sətrə keçirə bilmərik? Məsələn, mürəkkəb adlarının ixtisarı var. Tutaq ki, yazıram A, D, belə. Bu formada yazsaq, Azərbaycan Dövlət Pedaqoji Universiteti. Biz bunu bu formada sətirdən sətrə keçirə bilmərik. Yəni, məsələn, A, D yazıb, P-nu keçirə bilmərik. Belə bir şansımız yoxdur. Bütöv şəkildə keçməlidir. Və yaxud da ki, rəqəmlərə qoşulmuş şəkilsel və müxtəlif qısaltmalar var ki, biz bunları ayıra bilmərik. Məsələn, yazıram ki, 2 kiloqram. Biz burada 2-nin yanından kiloqramı bölüb keçirə bilmərik. Və yaxud da ki, necə yazım? Yazım məsələn 3%li məhlul. Biz bunu da keçirə bilmərik. Yəni, bu formada olanda biz bunları sətirdən sətirə keçirə bilmərik. Baxın, düzəltmə sözləri sətirdən sətirə keçirəndə, belə deyək də, o şəkilçilər bir-birinə qarışa bilər. Məsələn, tutaq ki, iki şəkilçinin saitlərin, hecaların bir-birinə qarışdıra bilərik. Amma mürəkkəb sözdə belə bir qayda var ki, məsələn, bura yazım əli açıq. Bu əli açıq sözün yazıram bura. Biz bu sözü sətirdən sətirə keçirəndə, baxın, bu mürəkkəb sözdə düzdür. Burada əli sözü ilə açıq sözün hecaları bir-birinə qarışmamalıdır. Məsələn, bax, belə olur. Gəlin birinci bunu biz hecalara ayıraq. Li, açıq. Gördünüz? Biz bunu hecalara ayıranda əli sözün bir ayırdıq, açıq sözün bir ayırdıq. Yəni, bu birinci sözün hecası ikinci sözün hecasına qarışmadı. Yaxşı, müəllim, biz bu sözü bu formada sətirdən sətirə keçirə bilərikmi? Gördünüz ki, hər ikisində tək sait qaldı. Ona görə biz bu tək saitləri sətirdən sətirə keçirə bilmərik. Bu belə. Sözlərin tərkibində eyni cinsli qoşa samit olarsa, məsələn, tutaq ki, yazıram 8. Biz bu sözü sətirdən sətirə keçirəndə qoşa saitlərin hər biri, samitlərin hər biri başqa-başqa, yəni biri köhnə sətrə saxlayacaq, birini yeni sətrə keçirəcək. Məsələn, belə yazsam 8. Bunu bu formada sətirdən sətrə keçirmiş olacaq. Daha sonra belə bir şeylər deyim sizə. Deməli, bəzən biz sözü hecalara ayıranda
elə ola bilər ki, bir hecada 2 dənə şəkilçi iştirak eləmiş olsun. Məsələn, yazaq salamlaş sözün. Salamlaş. Gəlin biz bu sözü birinci kök şəkilçiyə ayıraq. Burada salam sözün kökü, salamla, salamlaş. Bu formada kök şəkilçiyə ayrıldı. Yaxşı, gəlin bu sözü hecalara ayıraq. Salamlaş. Aha. Gördünüz ki, bu formada hecalara ayrıldı. Gəlin sonuncu hecaya baxaq. Sonuncu hecada neçə şəkilçi iştirak elədi? Biraz əvvələ qayıdın. Görürsünüz. Laş neçə dənə şəkilçidən ibarətdir? La bir şəkilçidir, ş bir şəkilçidir. İndi deməli belə çıxır ki, burada sonuncu hecada, yəni bir hecada 2 dənə şəkilçi iştirak eləmiş oldu. Bu da sual predmenti ola bilər. Daha sonra keçək vurğu haqqında danışaq. Baxın, dilimizdə vurğunun 3 dənə növü var. Heca vurğusu, gəlin bunları yazaq. Vurğunun 3 dənə növü var. Baxın, birinci heca vurğusu, heca. Daha sonra məntiqi vurğu və həyəcanlı vurğu. Və həyəcanlı vurğu. Baxın, heca vurğusu nədir? Sözdəki saitlərdən birinin digərinə nisbətən daha qüvvətli deyilməsinə biz deyəcəyik heca vurğusu. Yaxşı, məntiqi vurğu nədir? Cümlədəki sözlərin birinin digərinə nisbətən daha qüvvətli deyilməsinə məntiqi vurğu deyəcəyik. Məntiqi vurğunu necə tapırıq? Adətən məntiqi vurğulu söz xəbərin həmən əvvəlində yerləşir. Məsələn, yazıram ki, mən bugün məktəbə gedəcəm. Baxın, belə deyim də sizə. Bu məntiqi vurğu biraz nisbi bir anlayışdır. Yəni mən istənilən sözə məntiqi vurğunu sala bilərəm. Ona görə məntiqi vurğunun səsində biz xəbərin həmin əvvəlinə baxmalıyıq. Məsələn, mən bu gün məktəbə gedəcəm. Bu oldu məntiqi vurğusuz. Və yaxud da dəyişə bilərəm. Mən məktəbə bu gün gedəcəm. Bugün gedəcəm. Burada da xəbərin əvvəlinə baxın. Mən məktəbə bu gün gedəcəm. Burada da bu gün sözü oldu, məntiqi vurğulu söz olmuş oldu. Və yaxud da ki, dəyişib mən sözünə də məntiqi vurğu sala bilərsiniz. Bu gün məktəbə mən gedəcəm. Gördünüz? Burada da mən sözü məntiqi vurğulu altına deyilmiş oldu. Bu gün məktəbə mən gedəcəm. Deməli, məntiqi vurğulu söz tapmaq üçün xəbərin həmən əvvəlinə baxmaq lazımdır. Yaxşı, həyəcanlı vurğu nədir? Baxın, həyəcanlı vurğu hiss həyəcanları ifadə eləmək üçün cümlədə bir də bəzən olur ki, abzasda da ola bilər. Sözün və ya da hər hansısa bir ifadənin qeyri-adi şəkildə tələffüz olunmasıdır. Aydındır mı? Sözün hər hansısa bir ifadənin qeyri-adi şəkildə tələffüz olunmasına biz deyəcəyik həyəcanlı vurğu. Bu belə. Buradan daha çox bizə sual predmenti heca vurğusu olur. Heca vurğusunun üzərində dayanmaq lazımdır. Baxın, heca vurğuda bir çox müdavimlər çətinlik çəkirlər. Əslinə qalsa işin biraz belə deyək də, həm məntiqli, həm də məntiqsiz tərəfi budur ki, biz əgər danışarkən şifahi nitqimizdə sözləri düzgün vurğu altında demiş olmasaq, nitqimiz çox gülməli olar. Və demək olar ki, bizə qulaq asanlar bizim nitqimizə gülərlər. Amma mən əminəm ki, heç birimiz danışanda bizə kimsə kənardan gülmür. Çünki biz sözləri tam düzgün vurğu altında tələffüz edirik. Problem buradadır ki, düzgün hər hansısa bir cümlədə düzgün vurğulu dediyimiz sözün vurğusunun neçənci hecada olduğunu bizdən soruşsalar, biz onu deyə bilməyəcəyik. Niyə? Çünki sanki vurğunun neçənci hecada olduğunu soruşanda bir növ adam necə deyim, düzgün vurğulu tələffüz etdiyi sözün vurğusunu tapmaqda aciz qalır. Ona görə mən həmişə müdavimlərə deyirəm ki, sən sözün düzgün vurğusunu müəyyənləşdirmək üçün sözü cümlədə işlət, normal tələffüz elə və sözün orada hansı hecasının vurğulu olduğunu görəcəksən. Yəni sözü vurğusunu tapmaq üçün nə onu uzatma, nə onu hecalara ayırma. Ümumiyyətlə uzatmaq və hecalara ayırmaq müdavimləri sadəcə yolundan azdıra bilər. Uzatmaq və yaxud da ki
hecaları ayırmaq lazım deyil. Düzgün tələffüz etmək lazımdır. Bir də vurğu biraz zamanla formalaşır. Məsələn, gördüyünüz hər bir evdə gördüyünüz və yaxud da işdə gördüyünüz hər hansı bir əşyanı düzgün vurğulu tələffüz edib onun vurğusunu tapmağa çalışmaq lazımdır. Bir növ praktik məşq edib yavaş-yavaş vurğunu tapmağı biraz gücləndirmək olar. Təbii ki, bəzi qaydalar da var. Bəzi məsələn vurğu qəbul etməyən şəkilçilər haqqında məlumat olmalıdır. Və yaxud da ki, bəzi vurğusu dəyişməklə mənası dəyişən sözləri bilmək lazımdır. Daha sonra uzanması ilə vurğusu eyni olan sözləri bilmək lazımdır ki, bunlar vurğuya biraz kömək eləmiş olacaq. Baxın, milli sözlərimizdə vurğu daha çox sözün son hecasına düşmüş olacaq. Bir də bəzi vurğu qəbul etməyən şəkilçilər var, bunları bilmək lazımdır. Məsələn, soyad əmələ gətirən ov, yev, sonra ova, yeva. Bunlar vurğu qəbul eləmiş olmayacaq. Daha sonra, məsələn, isim düzəldən gil şəkilçisi var. Bu şəkilçimiz vurğu qəbul eləməyəcək. Daha sonra, deməli, zərf düzəldən ca şəkilçisi var, la şəkilçisi var, casına şəkilçisi var, casına və ən şəkilçisi var. Burada ən şəkilçisi haqqında deyirəm ki, deməli, belə bir qayda da var ki, ən şəkilçisi vurğunu qəbul etməməklə yanaşı, vurğunu həmişə bir heca əvvələ atır. Necə? Məsələn, baxın, yazıram zahir sözü. Zahir. Gəlin bu sözün tələffüzünü yazaq. Bu sözün tələffüzü belə olacaq. Zahir. Deməli, A uzanmış olacaq, vurğu da sonuncu hecaya düşəcək. Amma biz bu sözə ən şəkilçisini artırsaq, vurğumuz bir heca əvvələ gəlir. Gəlin baxaq. Zahirən. Baxın, bu sözdə birinci uzanma hadisəsi yoxa çıxacaq, yəni A uzanmayacaq. Həmin uzanan sait vurğu qəbul edəcək. Yəni, bayaqları vurğu i saitində idi, amma ən şəkilçisini qəbul edəndən sonra vurğu gələcək A-nın üzərinə. Zahirən. Məsələn, daxil sözündə deyə bilərik. Tutaq ki, daxil. Bunun tələffüzünü yazsaq, vurğu düşəcək sona. Tələffüzü bu formada olacaq. Daxil. İndi gəlin bura ən şəkilçisini artıraq. Daxilən. Burada uzanma yoxa çıxacaq. Vurğu düşəcək yenə bir heca əvvələ. Yəni, daxilən. Bu formada olmuş olacaq. Daha sonra baxın, idi, imiş. Gəlin yazaq. İdi, imiş və isə. Bir də bunların qısaldılmış formaları vurğu qəbul eləməyəcək. Daha sonra, məsələn, nə edək? Tutaq ki, m sual ədatı vurğu qəbul eləməyəcək. Daha sonra, məsələn, nə edək? Ma inkar şəkilçisi var feildə. Bunlar vurğu qəbul eləməyəcək. Amma diqqət etmək lazımdır. Ma inkar şəkilçisi olmasa, məsələn, isim düzəldə bilər, sifət düzəldə bilər. Məsələn, yazıram. Qovurma. Burada isim düzəldən leksik şəkilçisi oldu və vurğu qəbul eləmiş olacaq. Qovurma. Və yaxud da yazıram burma. Burma. Burma saç. Burada da leksik şəkilçisi sifət düzəltmiş olacaq və bu halda vurğu qəbul edilir. Amma inkar şəkilçisi olanda vurğu qəbul etməyəcək. Məsələn, yazıram ki, gəlmə. İnkar şəkilçisi ona görə vurğu qəbul edilməyəcək. Vurğu birinci hecaya düşmüş olacaq. Bundan sonra məsələn deyə bilərik ki, feili bağlamada arkən, sonra ınca, araq, dıqca şəkilçiləri var ki, bunların ikinci hecası vurğu qəbul edilməyəcək və s. Və məsələn feillərdə lar şəkilçisi var. Bu feillərə artırılan lar şəkilçisi vurğu qəbul eləməyəcək. Məsələn, belə deyək də bu lar şəkilçisi isimlərdə cəm şəkilçisi hesab olunur. Feillərə daha çox şəxs şəkilçisi hesab olunur və feillərdə vurğu qəbul eləməyəcək. Amma istisna olaraq feillərin şühudi keçmiş zaman, əmir və şərt şəklinə artırılan larilər vurğu qəbul edəcək. Məsələn, yazıram ki, gəlmişdilər. Aha, baxın, bunun vurğusu düşəcək bura. Gəlmişdilər. Burada larilər vurğu qəbul eləməyəcək. Niyə vurğu qəbul eləməyəcək? Çünki buradakı mış keçmiş zamandır. Nəqli keçmiş zaman şəkilçisidir. Vurğu qəbul eləməyəcək. Yəni buradakı larilər vurğu qəbul eləməyəcək. Amma şuhudi keçmiş zamana artırılan larilər, məsələn yazıram ki, gəldilər.
lər. Aha, burada gəl sözün kökü di şudur. Keçmiş zaman lar, lər olacaq şəxs şəkilsi. Gəldilər. Bu zaman burada vurğu qəbul edəcək. Çünki feilin şudur, keçmiş zamanıdır. Və yaxud da ki, gəlin şərt şəkilçisini artıraq bunu. Məsələn, yazıram ki, gəlsələr. Gəl sözün kökü, sasə feilin şərt şəkili, lar, lər şəxs onluğu, gəlsələr. Burada da vurğu qəbul eləmiş olacaq. Eyni zamanda əmr şəklini artırsaq, yenə də vurğu qəbul eləmiş olacaq. Deməli, təkrar edirəm, lar, lər, feillər də vurğu qəbul eləmir, amma ismin cəm şəkilçisi olanda vurğu qəbul eləyir. İstisna olaraq feilin şuhudu keçmiş zaman əmr və şərt şəklində də vurğu qəbul eləmiş olacaq. Daha sonra baxın, vurğuya görə hələ bunu deyim sizə, deməli, bir sözdə uzanan sait varsa, həmin uzanan sait olan hissədə vurğu qəbul eləmir. Sadəcə elə sözlərimiz var ki, orada uzun heca ilə, yəni uzun tələffüz olan heca ilə vurğulu heca eyni yerə düşə bilər. Məsələn, bəzi, sonra yəni, lakin, daim, bəli və s. sözlərimiz var ki, burada uzun tələffüz olunan sözlə vurğulu heca ilə vurğulu heca eyni yerə düşəcək. Məsələn, lakin sözünü yazsaq, lakin. Burada həm a uzun tələffüz olacaq, həm də həmin heca vurğu qəbul edilmiş olacaq. Daha sonra vurğuya görə mənası dəyişən sözlər var. Və bu sözlərin içərisinə baxın, elə sözlərimiz var ki, vurğuya görə həm mənası dəyişir, həm də nitq hissəsinə mənsubluğu dəyişir. Məsələn, yazaq bura romantik. Aha. Baxın, bu sözdə əgər vurğu sonuncu hecaya düşsə, bu olacaq sifət. Amma həmin sözdə baxın, romantik. Həmin sözdə əgər vurğu düşsə romantik bu hissəyə, bu olacaq isim. Bu sifət olanda romantik mövzuda yazılan əsər bu mənada olacaq. İsim olanda məsələn tutaq ki, romantik mövzuda yazan şəxs var da, bizim romantiklərimiz var. Tutaq ki, məsələn sayıram filan kəs bizim romantiklərimiz artıq burada isim olacaq. Sonra məsələn lirik sözü var. Lirik sözü var. Baxın, bu lirik sözündə vurğu sona düşsə olacaq sifət. Bu zaman məsələn, tutaq ki, lirik əsər mənasında olacaq da. Lirik əsər necə əsər? Amma burada vurğu düşsə biraz əvvələ, yəni olsa, lirik formasında olsa, yəni vurğu birinci hecaya düşsə, bu zaman olacaq isim. Məsələn, lirik şairlərimiz, lirik deyəndə şairi nəzərə tutsaq, bu zaman vurğu düşəcək əvvələ. Və yaxud da məsələn yazaq dimdik sözü. Dimdik. Bu dimdik sözündə əgər vurğu əvvələ düşsə olacaq sifət. Məsələn, bu necə olacaq? Elə bil ki, dik sözün çoxaltma dərəcəsində işlədirik də, dimdik. Bildiniz necə? Bir də vurğu sona düşsə, bu zaman olacaq isim. Bu da məsələn quşun dimdiyi mənasında olacaq da. Quşun dimdiyi mənasında işləmiş olacaq. Bunlar görürüz, bu sözlər çoxdur. Məsələn, akademik deyə bilərik, satirik deyə bilərik, sonra və s. sözlər var. Bunlar həm vurğuya görə mənası dəyişən, həm də nitq hissəsinə mənsubluğu dəyişən sözlərdir. Sifət olacaq, isim olacaq və s. Amma elə sözlərimiz var ki, bunlar vurğusu dəyişir, mənası da dəyişir, amma nitq hissəsi olaraq qalır. Bunları əzbər bilməyiniz vacibdir. Alın sözü var. Daha sonra döyün sözü var. Daha sonra elektrik sözü var. Və şaxta sözü var. Baxın, əgər alın sözündə vurğu əvvələ düşsə, deyirəm ki, məsələn, siz kitabı alın. Olur əmr şəklində olan feil. Bir də bunun hansı variantı var? Alın. Deyə bilərsiniz, müəllim, bu insan alınıdır. Xeyr, insan alını deyil. Bu alınmaq feilidir. Kitab, məsələn, Əli tərəfindən alındı.
Bu zaman bu da feil olmuş olur. Sadəcə məchul növdə olan feil olur. Bu belə. Sonra döyün sözü. Döyün sözü vurğu əvvələ düşsə, döyün. Bu da əmr şəklində olan feil olur. Amma bu döyün sözündə belə olsa əgər, yəni vurğu düşsə sonuncu hecə, bu da feil olur. Sadəcə qayıdış növdə olan feil olur. Məsələn deyirəm, ürək döyündü. Daha sonra elektrik sözü. Elektrik sözünə vurğu ikinci hecaya düşsə, deməli olacaq isim, yəni elektrikçi. Məsələn, elektrik çağıraq, tutaq ki, işıqlarımızı düzəltsin. İsim olur. Amma elektrik sözünə vurğu sona düşərsə, bu artıq enerji olur. Məsələn, elektrikimiz kəsilib. Yenə də isim olmuş olur. İsim olmuş olur. Şaxta. Aha. Baxın, əgər bu şaxta sözünə vurğu əvvələ düşmüş olsa, olacaq yeraltı mədən, yəni isim olur yenə də. Amma bunda vurğu düşsə sona, bu zaman olacaq bu temperatur sıfırdan aşağı düşəndə şaxta olur, düzdür? Həmin şaxta mənasında olmuş, yenə də isim olmuş olacaq. Vurğu haqqında da hələ ki bu qədər.